Suraxanıda səyyar görüşlər davam edir. İyunun 24-də Suraxanı rayon icra hakimiyyətinin başçısı Adil Əliyevin vətəndaşlarla növbəti səyyar görüşü Zığ qəsəbəsi 65 saylı tam orta məktəbdə keçirilib. Səyyar görüşdə rayon icra hakimiyyəti başçısının müavinləri və şöbə müdirləri, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə və bələdiyyə sədri, dövlət orqanlarının, yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər. Rayon icra hakimiyyəti başçısı çıxış edərək rayon ərazisində aparılan abadlıq quruculuq işləri, əhalinin sosial problemlərinin həlli istiqamətində görülən tədbirlər və bu sahədə qarşıda duran vəzifələrlə bağlı sakinlərə məlumat verib. Eyni zamanda Adil Əliyev Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasətin uğurlarından, onun ölkə xaricindəki işgüzar, rəsmi və dövlət səfərlərindən söhbət açaraq bildirib ki, həmin səfərlər çərçivəsində keçirilən çoxsaylı görüşlər və imzalanan sənədlər ölkəmiz haqqında əsl həqiqətlərin dünya birliyinə çatdırılmasında, həmçinin əməkdaşlığın daha da genişlənməsində mühüm rol oynayır. Səyyar qəbulda sakinlərin səsləndirdikləri istək və təkliflər dinlənilib. Qaldırılan məsələlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq həlli ilə bağlı görüləcək tədbirlər müəyyənləşdirilib.